Sənaye və kənd təsərrüfatı müəssisələrinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması necə həyata keçiriləcək? 1 yanvar 2027-ci il tarixindən sahibkarların maliyyə yükünü azaltmaq üçün sənaye və kənd təsərrüfatı müəssisələrinin elektrik şəbəkəsinə qoşulma haqqının 50% dövlət tərəfindən subsidiyalaşdırılacaq. Nəticədə sahibkarların ilkin xərcləri azalacaq və investisiya imkanları genişlənəcək. Bunun üçün sahibkar Tarif Şurasının müəyyən etdiyi qoşulma haqqını tam həcmdə nağdsız qaydada ödəməlidir. Sonra ərizə və qoşulma haqqının ödənilməsini təsdiq edən sənədlər şəxsən, poçt vasitəsilə və ya elektron qaydada İqtisadiyyat Nazirliyinə təqdim edilə bilər. Sənədlər əsasında ödənilmiş məbləğin 50% birbaşa sahibkarın bank hesabına köçürüləcək. Dəstək bitkiçilik, heyvandarlıq, balıqçılıq, qida və içki istehsalı, toxuculuq, kimya, əczaçılıq, metallurgiya, maşın və avadanlıq, avtomobil, elektronika, mebel istehsalı və digər sahələr də daxil olmaqla ümumilikdə 23 fəaliyyət sahəsini əhatə edəcək. Dəstəkdən özəl müəssisələr, o cümlədən dövlətin nizamnamə kapitalında payı 30%-ədək olan sənaye və kənd təsərrüfatı müəssisələri yararlana biləcəklər. Mexanizm 31 dekabr 2030-cu il tarixinədək tətbiq ediləcək.